Tatarı Azərbaycanlı Pahancı. Nikol Paşinyan niyə 4-cü respublika yaratmaq istəyir? Azərbaycanın qarşıya qoyduğu tələbləri yerinə yetirmək üçün. Amma əgər ölkəmizdən danışırıqsa, tarixə baxmalı və ümumiyyətlə Ermənistan Respublikasının necə yarandığını anlamalıyıq. Bunun üçün 17-ci əsrə qayıtmaq lazımdır. O dövrdə erməni xalqı bu ərazini Rusiya imperiyasının siyasəti sayəsində əldə etmişdi. Həmin vaxt Rusiyanın əsas rəqibləri Osmanlı Türkiyəsi və Böyük Britaniya idi. Bu ölkələrlə məsələləri həll etmək üçün Rusiya erməniləri bu bölgəyə köçürməyə başladı. Düzünü desək, 1828-ci ildə ruslar bura daxil olanda, bugünkü Ermənistanın ərazisinin cəmi 20% ermənilərlə məskunlaşmışdı. Onların da əhəmiyyətli hissəsini boşalar, yəni qaraçılar təşkil edirdi. Ermənistan müsəlman dünyasının içində Rusiya siyasətinin pazına çevrilməsi məqsədilə yaradılmışdı. Amma heç bir xalq paz olmaq istəmir. Bütün xalqlar normal dövlət kimi yaşamaq və qonşuları ilə sülh içində münasibətlər qurmaq istəyirlər. Ermənistan isə əvvəldən bu rolu yerinə yetirmək üçün formalaşdırılmışdı. Bu gün o bu roldan imtina edərsə, dövlət kimi mövcud ola bilməyəcək. Tarixdə belə hallar çox olub. Böyük dövlətlərin siyasətinə uyğun yaranan və sonra yox olan ölkələr az deyil. Bir düşünün, İrana Ermənistan niyə lazımdır? Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqənin qarşısını almaq üçün. Rusiya da bu əlaqənin əleyhinədir. Amma başqa dövlətlər var ki, əksinə Azərbaycanla Türkiyəni birləşdirmək və Türk dünyasını İran və Rusiya ilə toqquşmaya çəkmək istəyirlər. Bir daha təkrar edirəm. Ermənistan Türkiyə ilə Azərbaycan arasında paz rolunu oynamaq üçün yaradılmışdı. Əgər bu roldan imtina etsə, onun varlığı sual altında qalacaq. Acı da olsa bu həqiqətdir. Kanalımıza abunə olaraq bizə dəstək olun və hər gün ən yeni xəbərlərdən xəbərdar olun.